Quba rayonunda 2002-ci il təvəllüdlü Sadiq taksi sürücüsü Seymura xəsarət yetirib. Hadisə Quba Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib. Sadiq yolun kənarında Seymur ilə aralarında olan mübahisə zamanı sonuncunun onlara məxsus yük çantasının avtomobilinin arxa yük yerindən götürərək yerə atmasından hiddətlənib, yumruq zərbəsi ilə onun baş nahiyəsindən vurub. Sadiqin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2024-cü ilin oktyabrın 25-də saat 15 radələrində Xaçmaz rayonundan Quba şəhərinə gəlmək üçün anası, bacısı və bacısının 3 uşağı ilə birlikdə yola çıxıblar. Xaçmaz şəhərində dairə adlanan ərazidən Qubaya gedən taksilərin biri ilə gediş haqqı kimi 5 manat qarşılığında razılaşaraq anam və bacım ilə birlikdə həmin sürücünün avtomobilinə əyləşdik. Sürücünün pulunu əvvəlcədən verdim. Xaçmaz rayonu Arzu kəndi ərazisindən keçərkən qabaqda oturmuş kişi yolda maşından düşdü. Bir qədər irəlidə Quba rayonunun Barlı kəndində isə bir nəfər qadın əl edərək maşını saxladaraq qabaq yerdə əyləşdi. Barlı kəndi ilə hərəkətdə olan zaman gördüm ki, sürücü qabaqda əyləşən qadın ilə etikadan kənar tərzdə söhbətlər edir. Bu zaman anam və bacımın yanımda olduğu üçün bu sözlərin onların yanında danışılmasının hörmətsizlik olduğunu düşündüm. Bu barədə sürücüyə irad bildirərək danışığına fikir verməsini tələb etdim. Bundan sonra sürücü, əgər sözlərim sənə xoş deyilsə, maşından düş deyə bildirdi. Bunun deyərək sürücü maşını saxladı, yerə düşərək bizə məxsus maşının yük yerində qoyduğumuz bir ədəd çantanı götürərək kənara tulladı. Bunu gördükdən sonra əsəbləşərək maşından düşdüm. Lakin sürücünün bu hərəkətini ciddi qəbul etmədim. Sürücünün mənimlə zarafat etmək istədiyini düşündüm. Lakin sürücüyə yaxınlaşaraq bu hərəkətinin səbəbini soruşdum. O cavab verməyərək əli ilə sinə nahiyəmdən itilədi. Sürücünün bu hərəkətindən çox əsəbləşdim və onun sinə nahiyəsindən yumruqla bir dəfə zərbə indirdim. Həmin şəxs zərbənin təsirindən arxaya doğru getdi, lakin yerə yıxılmadı. Bundan sonra isə bacım və anamı maşından düşürtdüm. Biz başqa bir maşın ilə yolumuza davam etmək üçün yolun kənarına doğru getdik deyə o ifadəsində göstərib. Təqsirləndirən şəxs qeyd edib ki, daha sonra verdiyi pulun geri istəmək məqsədi ilə taksi sürücüsünün yanına gedib. Amma sürücü avtomobilini yerindən tərpədərək yüksək sürətlə uzaqlaşdı. Bundan sonra isə biz yol maşını ilə onlardan biri ilə Quba şəhərinə gəldik deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərər çəkmiş Seymurun sözlərinə görə Xaçmaz şəhərində dairə adlanan ərazidə özünə məxsus avtomobili ilə dayanıb. Həmin vaxt Quba şəhərinə getdiyim və avtomobili boş olduğu üçün sərnişin götürmək niyyətində olmuşam. Bu zaman bir oğlan, bir orta yaşlı qadın, bir 20 yaşlarında qadın və 2 az yaşlı uşaq ilə birlikdə yaxınlaşdılar. Həmin şəxslər Qubaya getdiklərini bildirdilər. Mən də bildirdim ki, Qubaya gedirəm, onları apara bilərəm. Həmin şəxslərə gediş haqqı kimi 5 manat qarşılığında razılaşdım. Onlar avtomobilin arxa oturacağına əyləşdilər. Bundan sonra isə daha bir nəfər kişi gəldi və qabaq oturacaqda əyləşdi. Sonra yola çıxdıq. Xaçmaz rayonu Arzu kəndinin çatdıqda qabaqda əyləşən kişi avtomobildən düşdü. Bundan 1 kilometr sonra isə Quba rayonunun Barlı kəndi ərazisində bir nəfər qadın avtomobilin qabaq oturacağına əyləşdi. Qadının avtomobilə əyləşdikdən sonra yenidən hərəkətə başladıq.
Təxminən 2 dəqiqə ərzində hərəkət etdikdən sonra Quba rayonunun Zərdabi qəsəbəsinə çatmamış, arxada olan sərnişinlərlə aramızda anlaşılmazlıq yaranmağa başladı. Söhbət əsnasında onlara avtomobilimi tərk etmələrini söylədim. Bu zaman arxada baş nahiyəmə bir nəfər əl zərbəsi endirdi. Geri çevriləndə məni vuranın arkada oturan cavan oğlan olmasını gördüm. Dərhal avtomobili yolun kənarına çəkərək saxladım və yerə düşdüm. Oğlan da bu zaman avtomobildən düşdü deyə o ifadəsində göstərib. Zərər çəkmiş deyib ki, daha sonra avtomobilin yük yerindən həmin şəxslərin yükünü götürərək özlərinə verib. Lakin bu zaman oğlan üzərimə hücum etdi. Həmin oğlanın əlindən sarımtıl rəngli 5 barmaq olduğunu gördüm. Həmin oğlan həmin küt alət ilə baş nahiyəmdən zərbələr endirdi. Zərbələrin təsirindən yerə yıxıldım. Həmin şəxs məni yerdə təpikləməyə başladı. Bundan sonra özümə toplayaraq maşına mindim. Həmin şəxs isə gediş haqqı pulunu verməmişdi. Bir qədər irəli getdikdən sonra qabaq oturacaqda əyləşmiş qadını düşürtdüm. Avtomobil ilə gedərək Quba şəhər diaqnostika mərkəzinə yaxınlaşdım. Mənim 12 dənə dişim sınmışdı. Mənə İlkin tibbi yardım göstərildikdən sonra evə buraxıldım. Təxminən 3 ay müddətində müalicə almışam. Müalicələrimə 2000 manat məbləğində pul çıxıb deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekin vurub. Quba rayon məhkəməsinin hökmü ilə Sadiq 6 ay müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənən şəxsin cəzaçəkmə müddəti ərzində Quba rayonunun inzibati ərazi hüdudlarını tərk etməsi, bundan əlavə hər gün yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub. Bundan əlavə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.